Salam, əziz və dəyərli izləyicilərim. Bugün ASD haqqında video çəkirəm. Suallar vermisiniz ki, Məryəm xanım, ASD 2 və krealin eynidirmi? Və yaxud siz içirsinizmi? Və yaxud xərçəng xəstəliyindən sağalmaq mümkündürmü? ASD-dən doğrudan da içəndə metastasın qarşısı alınırmı? Mən bu haqqda danışacağım. Kim istəyirsə, əgər maraqlıdırsa dayanın, istəməyən isə blok deyilən bir şey var. Bloku basın, məni blok eləyin ki, bir də çıxmayayım sizin qarşınıza. Mənim üçün çox dəyərli olan, əziz olan, əziyyətimə dəyər verən dəyərli izləyicilərim üçün danışıram. Çünki bilirəm ki, videoları gözləyirlər, suallar verirlər, o suallarına cavab gözləyirlər. Birincisi onu deyim ki, ASD və krealini də qoyacağım ekrana, şəklini görərsiniz. Çünki məndə yoxdur, ancaq şəklini qoya bilərəm. Krealin və ASD2 tamam başqa şeylərdir. Hətta tərkibi belə başqadır. ASD-nin başqadır, krealinin başqadır. Amma ikisi də zoomaqazində satılır. O krealini deyə bilmərəm, ASD fraksiya 2 ona görə zoomaqazində satılır ki, 47-ci ildə görüblər ki, o qədər ki, insanların sağalır, yaşlıların sayı çoxalır, xəstəxanalara xəstələr getmir, apteka dərman üçün heç kim getmir. Bunu yazın internetdə, yəni bunlar mənim fantaziyalarım deyil. Mən kitablarını oxumuşam, əziz izləyicilərim. ASD-nin bir kitabı yox, 10 kitabını oxumuşam. Burada professorlar yazır, bax görürsünüzmü? ASD və yəni öz fantaziyalarım deyil. YouTube'da yazın ASD fraksiya 2, professorların 30 ilin mən çox videolarımda göstərmişəm. Onkologu danışır ASD haqqında. Bütün alimlər, həkimlər, sayı hesab olmayan, təbii ki, Rusiyanın həkimləri danışır. Azərbaycan dilində bir mənim videomdur. Mən də heç kimə demirəm ki, ASD fraksiya 2 xərçəng xəstəliyini sağaldır, metastasın qarşısını alır. Xeyr, mən kiməm ki, mən bu sözləri deyəm. Əvvəl Allah kömək eləməlidir. Sonra da ki, özünüz araşdırın, YouTube'da yazın ASD 2, çoxlu videolar çıxır və videoların altında yazılan şərhləri oxuyun. O şərhlərdə görəcəksiniz ki, sayı hesab olmayan 30 min, 10 min, 20 min insanlar var ki, görün minlərlə deyirəm ha, sizə 5-10 şərh demirəm. Yəni kommentariya. Orada oxuyacaqsınız ki, real Rus millətinin insanları, həkimləri hansı xəstəliklərdən sağalıblar. Yəni məsləhət özünüzündür. Buna ona görə qadağan qoyulub ki, insan ölüm sayı azaldığı üçün. Onu da internetdən oxuya bilərsiniz. Dəqiq faktlar var. Və Dorogovu niyə öldürüblər? Bu ASD-ni çıxardan insanın, ASD-nin çox pis iyi var. Artıq o iyin üstündə əlləşirdi ki, onu da kəşf etsin ki, iyini də götürsün. Ona qoymadılar, o öldürdülər və adını da qoydular ki, nişastni случай, təsadüfi ölüm, bədbəxt hadisə qoydular adını. Yəni ki, özünüz hamısını araşdıra bilərsiniz. Yəni mən illərimi vermişəm bunu araşdırmaq üçün və mən uşaqlığımdan mən Rusiyada olmuşam, özüm araşdırmışam və görmüşəm ki, Rus nənələri, babaları sayı hesabı yoxdur ki, içirlər. Mən kiməsə demirəm, təkrar eləyirəm, kiməsə demirəm içilmə. Hətta mənə zəhlər gəlib səs yazan olanda ki, Məryəm xan, bunu içsəm metastas dayanarmı? Bunu içsəm xərçəkdən sağalaramı? Şəkərdən, psoriazdan, allergiyadan, asmadan. Çünki şərhlərdə, kommentariyalarda minlərlə insanlar hansı xəstəliklərdən, dərmanı olmayan xəstəliklərdən azad oldular. Amma mən heç kimə cavab vermirəm, deyirəm özünüz bilərsiniz, araşdırın. Biz qohumlarımız, əqrabalarımız, tanışlarımız hamımız içirik, çünki xeyrini görürük, profilaktika üçün içirik. Siz özünüz bilərsiniz, araşdırın, istəyirsinizsə için. Yəni sualınızın cavabı budur ki, krealin tam başqadır, ASD tam başqadır. Mən krealin haqqında araşdırma aparmamışam. Dediyim kimi, baxın, az qalıb içində artıq zakaz eləmişəm, Valbrest deyilən, sizdə Temu deyilən yer kimi gəlibdi, düşüb oradan götürəsiyəm ikincimi. Çünki qutarmamış gətizdirirəm ki, indi lap azca qalıb ki, tez mən ara vermədən. Biz 5 gün içirik, 2 gün içmirik. Şənbə bazarı içmirik, ailəliklə hamımız, yaşlıdan cavana, qohumlarımın hamısı yaşlıdan cavana, hamısı içirlər. 5 gün içirlər, 2 gün içmirlər. Mən yarım qramdan başlamışam. Xahiş edirəm, suallar yazmayın. Mən təkəm, siz çoxsunuz. Cavab çatdıra bilmirəm və suallarınıza buradan cavab verirəm. Mən yarım qram 3 gün içmişəm. Ondan sonra 1 qram hamımız 1 qramdan davam edirik. İllərdə davam edirəm profilaktika üçün. Mən xeyrini görmüşəm. Təkrar edirəm. Sizə demirəm ki, için. İstəsəniz özünüz kitabları var, kitablarını alın, oxuyun. İstəsəniz internetdə araşdırın. Məsləhət özünüzündür. Yəni krealin başqa şeydir. Özdə mən südlə içmirəm. O sualda verilir. Südlə içirsiniz, yoxsa elə belə xeyr. Mən adi qaynanmış su ilə içirəm. İçilmə qaydaları da YouTube'a yazın, məndən soruşmayın. Çox xahiş edirəm. Yenə də deyirəm, mən təkəm, siz çox. Əgər içmək istəyirsinizsə özünüz araşdırın. Yaşlı başlı insanlarsınız. Maşallahlar olsun. Oxuyun. Orada içilmə qaydası da var. Necə içilir, nələrdən sağalıblar özünüz oxuyun. Və
deyim ki, əgər istəyirsinizsə ki, Məryəm xanımın bütün qızıl qaydalarını öyrənmək, sağlamlıq sirlərini öyrənmək, üzünüzün gözəl olmasını istəyirsinizsə və qəbizlikdən azad olmaq istəyirsinizsə, amma bağırsaq açıcı vasitələrsiz. Nə var ki, bəzi diyetoloqlar, 80% diyetoloqlar həm hər ay sizdən pul alırlar. Məndə bircə dəfə 20 manat ödəyirsiniz, 1 il qrupda qalırsınız. İli 20 manata qrup bir dənə məndədir. Və nə var ki, o 80% diyetoloqlar kimi mən də sizə deyərəm ki, qəbz olursunuzsa siyana çayı için, aclıq otu için, dəvə gözü için, magnesulfat duzu için, qara kömür, bisakadil, qutalaks və s. mən onlara nifrət edirəm. Onlar qadağandır qrupumda. Mən də sizə bəzi diyetoloqlar kimi deyərəm ki, aclıq eləyin, su diyeti saxlayın, onda gözəl çəki verəcəksiniz. Amma immunitetiniz düşəcək, xəstəliklərə tutulacaqsınız. Və yaxud da arıqlama çayı, arıqlama kofesi sataram sizə bəzi diyetoloqlar kimi, qəşəng varlanaram, sizi isə şikəst eləmiş olaram. Bunlar hamısı qadağandır mənim qrupumda. Bəylər üçün ayrıdır qrupum, xanımlar üçün ayrıdır qrupum. Dediyim kimi toksinlər orqanizmdən çıxacaq. Əgər bədən təmizdirsə, kistalar niyə əmələ gəlir? Çünki orqanizmdə toksinlər olur, o toksinləri kistalar özünə yığır. Mənim qrupumda isə tam sağlam şəkildə qaraciyər yağlanmasına meyillilik varsa götürüləcək. Toksinlər orqanizminizdən çıxacaq, amma mən sizi apteka göndərməyəcəm, heç nə aldırmayacam, heç nə satmayacam, aclıq etməyəcəm. Onsuz da səsim dünyanın hər yerindən gəlir. Maşallahlar olsun. Canınızı mütəxəssisə əmanət etmək istəyirsinizsə buyura bilərsiniz. Nömrəmi isə videonun üstündə qoymaq qeyri-mümkün olduğu üçün mən səsli şəkildə deyəcəm. Amma necə deyirəmsə o cürə də yaddaşa salın. İstər kənddən, şəhərdən, xarici ölkədən, Rusiyadan, hardan yazırsınızsa yazın. Sağlamlıq orduma əgər qoşulmaq istəyirsinizsə, bütün qızıl qaydalarımı, gözəllik sirlərimi xanımlar sizlərə həmən göndərəcəm. Onda gərək nömrəni necə tələffüz edirəmsə o cürə yaddaşa salasınız. Özünüzdən tiri, 0, 12, 994, 50, 70 əlavə etməyin. Necə eşidirsiniz? O cürə də yaddaşa salın. Üstə gələk 7, 901, 288, 26, 94. Mənim əzizlərim, şükürlər də böyük bir nimətdir. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.